Salam dostlar, hər birinizi xoş gördük. Bizim Toyollar kanalında yeni maraqlı bir video ilə yenidən qarşınızdayam. Bugünkü videomuzun mövzusu toyuqlar niyə yumurtlamır? Niyə toyuqlar normal yumurta verərkən bir müddət sonra yumurta məhsuldarlığı aşağı düşür? Bu əlbəttə ki, bizim təsərrüfatımız üçün mənfi bir xüsusiyyətdir, mənfi bir haldır. Niyə belə olur? Amma səbəblərini əlbəttə ki, bilsək, bu səbəbləri aradan əlbəttə ki, rahat qaldıra bilərik. Amma bəzən olur ki, toyuqlar, bax, hazırda görürsünüz, burada bizim bir sarı toyuğumuz var. Lələklərini töküb, tüklərini töküb. Yəni bu normal bir şeydir. Çünki mənim toyuqlarım il boyu demək olar ki, durmadan yumurta veriblər. İndi bəzi toyuqlar burada görmüş olarsınız ki, lələklərini töküblər və yenidən tüləyiblər, belə deyək. Bəzi toyuqlarımda bu var. Amma bəziləri hazırda yaxşı formadadır. Yəni yumurta verirlər. Bu toyuqlar isə normal haldır, təbii bir prosesdir. Amma bəzi proseslər, bəzi səbəblər var ki, bunları bilməkdə fayda var. İlk öncə bu videoda bunlardan bəhs edəcəyəm. Çünki bunları bildikdə daha yaxşı onlara qarşı tədbirlər görə bilirik. İşimizi daha yaxşı güvəncəyə ala bilirik. Bu da hində daha çox məhsuldarlıq, daha çox yumurta deməkdir. Ona görə də videonun sonuna qədər izləyin, kanalımıza abunə olun. Sizlərdən 500 like gözləyirəm bu videoya dostlar. 54 minlik bir kanal üçün bu çox cüzi bir saydır. Ümid edirəm ki, mənim xahişimi nəzərə alarsınız. 500 like bu videoya qoyarsınız. Hər birinizə indidən dərin təşəkkürümü bildirirəm. Bir də rəylərinizi yorum bölməsində, rəy bölməsində yazmağı unutmayın. Bu bizim üçün dostlar çox önəmlidir. Bildiyiniz kimi kələm C vitamini ilə zəngindir. Ona görə də ilk öncə immun sistemlərini gücləndirmək üçün bunu verirəm və belə asanda da istər-istəməz toyuqlar tullanıb kələmi oradan götürürlər. Hazırda görmüş olduğunuz kimi indi xoruzumuz biraz hündür xoruzdur. Onun üçün heç bir problem yoxdur. Yəni yumurta məhsuldarlığı daha da artır. Çünki beyinlərində müəyyən impuls yaranır belə tullananda və yumurta məhsuldarlığı artır. Amma ilk öncə əlbəttə ki, mən burada C vitamininə görə verirəm ki, daha sağlam olsunlar, daha yaxşı olsunlar. Çünki bəzi toyuqlarım tüklərin, lələklərin töküblər, daha tez özlərini formaya sala bilsinlər. Biləndə bu cür üsulları dostlar daha yaxşı toyuq saxlamaq olur, daha yaxşı onların belə deyim, nə demək istədiyini biz bilirik və ona qarşı daha yaxşı addımlar atırıq. Bu videoda dediyim kimi bunlardan bəhs edəcəm. İlk öncə yumurta məhsuldarlığına mənfi təsir göstərə bilən səbəblərdən biri qidalanma ola bilər. Toyuğunuzun bəslənməsində doğru qida qarışımını edə bilmirsinizsə, onda həqiqətən də toyuqlarda müəyyən yumurta məhsuldarlığı müəyyən qədər aşağı düşür. Onların yumurta məhsuldarlığına mənfi təsir göstərir. Necə təsir göstərir? İndi hamımız müəyyən yemlər veririk. Bəziləriniz arpa verirsiniz, bəziləriniz qara un verirsiniz, mənim kimi. Bəziləriniz də yəqin ki, başqa yemlərdən də istifadə edənlər də var. Elə yemlər var ki, həm keyfiyyətsizdir, həm tərkibində yetəri qədər protein, kalsium, bu şeylər yoxdur. Ona görə də müəyyən problemlər əmələ gəlir. Bəzilərimiz də yemi çox veririk. Mən məsələn gün ərzində toyuqlarıma səhər və axşam radələrində yem verirəm. Yəni gündə 2 dəfə yem verirəm toyuqlarıma. Amma elə insan var ki, yemi verəndə də məsələn 3 dəfə verir, amma həddindən artıq yem miqdarını çox edir və bu da müəyyən qədər piylənməyə gətirib çıxardır. Piylənmə də olanda bildiyiniz kimi toyuqlarda yumurta məhsuldarlığı aşağı düşür, yumurta yolları tutulur və artıq o toyuq belə deyim yumurtlamaqdan uzaq düşür. Yəni yemi verərkən həm onun tərkibinə, həm onun miqdarına mütləq qaydada diqqət etmək lazımdır. Yemin tərkibinə diqqət etmə deyəndə mən nəyi nəzərdə tuturam? Əlbəttə ki, onun proteinlə zəngin olmağına, kalsiumla zəngin olmağına. Çünki yumurtanı əmələ gətirərkən toyuqlara ən çox kalsium lazım olur, vitaminlər, proteinlər lazım olur ki, bunlarla zəngin yem olduqda əlbəttə ki, o toyuğun yumurta məhsuldarlığında problem olmayacaq. Bir də mən hər videomda demək olar ki, deyirəm ki, sağlam toyuq həqiqətən də bizə yumurta verəcək, yaxşı inkişaf edəcək. Əgər toyuğunuz sağlam deyilsə, onun üçün mütəmadi C vitamini ilə zəngin qidalar vermirsinizsə, yəni immun sistemi düşürsə, zəifləyirsə, əlbəttə ki, o toyuğun yumurta məhsuldarlığı zəif olacaq. Bir də toyuqlar yaşıllıqları sevirlər, yaşıl otla qidalanmağı sevirlər. Hazırda dilimizdə burada görmüş olarsınız. Bəzən mənə sözün düzü çölə buraxıram toyuqlarımı. Burada görürsünüz, budaq var, gövdə var, hansısa bitkidir, atmışıq bura. Və demək olar ki, onu yarpağını yox eləyiblər. Yerdə baxsaq çox elə bir şeylər var. Amma məsələn, dünənləri bütün toyuqlarımı mən çölə buraxmışdım. Yəni, rahat şəkildə yaşıllıqla qidalanırlar və mütəmadi olaraq kalsiumla mən bunları təmin edirəm. Əlbəttə ki, qatığın suyu, ayran,
olduqca, imkan olduqca verirəm və əlavə olaraq hazırda qarşılarında toyuğum var, görürsünüz, orada içir suyu, sirkəli su verirəm ki, immun sistemləri möhkəm olsun. Yəni artıq hava soyuq düşdükcə, yəni ilk qışları ola biləcək burada çorpalarımız var ki, toyuqlarımız var ki, yəni artıq onları qışa hazırlayıram, soyuq günlərə hazırlayıram ki, problem olmasın gələcəkdə. Bir də əsas faktorlardan biri, toyuqları susuz saxlamağa çalışmayın. Yəni ən azından onu deyim ki, bir gün toyuqlar susuz qalsa, onlarda yumurta məhsulları 30%-ə qədər düşəcək və həmin bu məhsulları yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün hardasa 25-30 gün, yəni bir aya kimi zaman tələb olunacaqdır. Ona görə də çalışın toyuqlarınıza həm vaxtı-vaxtında su verin və su qablarını tez-tez təmizləyin. İndi bəzən olur ki, toyuqlar bilirsiniz də, yəni təmizliyinə o qədər araları yoxdur. Ona görə də yəni bizim öhdəmizə düşür ki, tez-tez təmizlik işləri görmək. Yəni bəzən elə su qablardan istifadə edirik ki, mən də hazırda o qablardan istifadə edirəm. Ayaqları məsələn tozlu torpaqlı o suyun içinə girirlər. Mən də tez-tez gün ərzində deyim 3 dəfə o su qabını dəyişirəm ki, problem olmasın. Tozun torpağını yuyub elə toyuqlarıma yeni su verirəm. Bir də dostlar, elə toyuqlar var ki, onlar belə deyim, nə etsəz də artıq yumurta verməyəcəklər. Çünki həmin toyuqlar artıq qocalıblar. Öz belə deyim prime dönəmlərini, o yüksək məhsuldar olduqları dönəmləri artıq keçiblər. Ona görə də o toyuqlardan artıq yumurta gözləməyə dəyməz. Yəni artıq belə deyim 3 yaşdan yuxarı toyuqlar artıq zəif yumurta verəcəklər. Ona görə də yəni yaşlılıqla bağlı yumurta problemləri də ola bilər. Tez-tez sürünü yeniləməkdə fayda var. Toyuqların yumurta məhsullarına mənfi təsir edən bir məsələlərdən biri də tük tökmələri ilə bağlıdır dostlar. Bildiyiniz kimi artıq havalar soyuyur. Bayaq dediyim kimi mənim də bəzi toyuqlarım da bu lələklərini töküblər. Yəni bu uzun müddət yazda, yayda, isti günlərdə yumurta verdilər. Artıq özlərini belə deyim qışa hazırlamaq üçün o köhnə lələklərini töküb yeni lələklərlə soyuq havalara, soyuq günlərə daxil olacaqlar. Yəni bu zamanda toyuqlar yumurta verməyəcəklər əlbəttə ki, bunu yəqin ki çoxlarımız bilir. Toyuqlarda stres məsələsidir. Bəzən toyuqlar nədənsə qorxa bilir və bu zaman müəyyən streslər keçirirlər. Bu da onların həm yumurta məhsullarına, həm də ümumi sağlamlıqlarına mənfi təsir göstərir. Ona görə də çalışın toyuqlarınızı stresdən uzaq tutun. Ola bilər ki, toyuqlar hansısa bir itdən və yaxud da vəhşi heyvandan qorxarlar və yaxud da elə bir insanlar var ki, toyuqlarla biraz sərt rəftar edirlər və bu zaman toyuqlarda müəyyən streslər əmələ gəlir və qorxurlar belə deyək. Ona görə də yumurta məhsulları demək olar ki, düşür və hətta bu onların bayaq dediyim kimi sağlamlıqlarına da mənfi təsir göstərir. Bu stresi necə başa sala bilərəm? Bəzən stresdən danışanda insanlar gülürlər ki, heyvanlarda nə stres ola bilər, nədən yəni stres keçirərlər. Bəzən biz toyuq alanda, sürümüzə qatanda o toyuq müəyyən vaxt yumurta vermir, başqa bir küncdə dayanır, digər toyuqlara hələm-hələm qoşulmur. Bu da stresin bir növüdür. Yəni yeni bir mühitə, yeni bir ortama uyğunlaşmaq üçün ona zaman lazım olur. Toyuqlarda yumurta məhsullarının aşağı düşməsinə təsir edən amillərdən biri də işıqlanma ilə bağlıdır dostlar. Fikir verdiyiniz kimi isti günlərdə, adətən yay və yaz aylarında günəşli saatlar çoxalır. Ona görə də toyuqlarımız daha çox yumurta verirlər. Yəni bu birbaşa işıqdan asılı olan səbəbdir. Amma qışda isə həm özlərini soyuqdan qorumaq üçün, həm də işıqlı günlərin sayı azaldığına görə istər-istəməz yumurta məhsulları aşağı düşür. Ümumiyyətlə toyuqların daha çox yumurta verməsi üçün 14-16 saat işıq lazımdır. Qışda süni işıqlardan istifadə edərək toyuqlarınızın yumurta məhsullarını daha da yüksəldə bilərsiniz. Bir digər məsələ dostlar, toyuqların temperatur məsələsidir. Ümumiyyətlə toyuqların olduğu mühitdə temperatur 19-27 dərəcə Selsi arası olduğunda toyuqlarda yumurta məhsulları daha yüksək olur. 19 dərəcədən artıq aşağı düşdükdə toyuqda artıq yumurta məhsulları yavaş-yavaş zəifləməyə başlayır. Çünki 19 dərəcədən aşağı düşdükdə toyuq artıq özünü isitmək üçün müəyyən qədər enerji istifadə edir. Bu da ona görə də yumurta məhsullarının müəyyən qədər aşağı düşməyinə səbəb olur. Yəni toyuqlar üçün ümumiyyətlə o qədər də yüksək temperaturlar lazım deyil. 25 dərəcəlik bir
hiriniz, təsərrüfatınız olsa, toyuqlarda yumurta məhsullarında elə də məncə problemlər olmaz. Bir digər səbəb isə dostlar, parazitlərlə bağlıdır. Bura bit, birə və yaxud da ki, toyuqlarda olan qurdlarla bağlı. Bunlar da müəyyən dərəcədə məhsullarına mənfi təsir göstərir. Ona görə də çalışın vaxtında toyuqlarınızın yerlərini dezinfeksiya edin, özlərini əgər bit-birə varsa artıq, yəni bəzən ən çox toyuqlarda bit-birə qanadlarının altında olur, quyruq hissələrində olur. Yəni oralara bəzən baxsanız, əgər problem varsa özlərini də müalicə edə bilərsiniz. Müxtəlif üsullarla kanalımda paylaşmışam, baxa da bilərsiniz. Heç olmasa ildə 2-3 dəfədə toyuqlarınıza qurd əleyhinə dərmanlar və yaxud da ki, təbii üsullarla müalicələr, tədbirlər, profilaktik tədbirlər edə bilərsiniz. Bu da onların inkişafını sürətləndirəcək. Hər videoda deyirəm, bayaq da dedim, əlbəttə ki, qurd varsa toyuqda onun inkişafı zəifləyəcək, ləng gedəcək. Bit-birə də ki, həm özümüz üçün təhlükəlidir, həm də toyuqlar üçün təhlükəlidir. Ona görə də bunlara mütləq qaydada diqqət edin. Bunların öhdəsindən dostlar gəldikdə demək olar ki, toyuqlarda elə bir problem olmur. Sadəcə olaraq əgər toyuq tükün tökürsə, ondan yumurta gözləməyə dəyməz. Yəni bu normal haldır. Dostlar, toyuqların yumurta məhsullarını aşağı salan müxtəlif səbəbləri saydım sizlər üçün. Ümid edirəm ki, bunlara diqqət edəcəksiniz və toyuqlarınızdan yüksək məhsulları alacaqsınız. İnşallah ki, xoş rəylərinizi rəy bölməsində, şərh bölməsində sizlərdən gözləyəcəm. Videomuzu artıq burada yekunlaşdırıram. Kanalımıza abunə olun, videonu bəyənin, like edin. İnşallah yeni videolarda görüşərik. Özünüzü qoruyun. Allah'a emanet olun. Eləlik.